101-ci sualda deyir. Hansı nümunədə həm fonetik, həm də qrammatik norma pozulmuşdur? Gəlin baxaq. Bax, kanallarla, deməli bu fonetik norma pozulub, söz səhv yazılıb. 10.000 hektar müəyyən miqdar sayından sonra sahələr olmalıdır, sahə təksim gəlməlidir. Deməli, burada da qrammatik norma. Bəndi 102. Deyir ki, doğru fikirləri göstərir. Vətənimizin seyrinə çağırıram elləri. Qrammatik norma pozulmuşdur. Bəli, elləri tamamlıqdır. Çağırıram xəbər, söz sırası pozulub, qrammatik norma pozulub. Düz deyir. Sonra, sən çıxdın qarşıma duzla çörəklə. Çıxdın xəbərdir. Nə ilə çıxdın? Duzla çörəklə. Görürsünüzmü? Xəbər əvvələ keçib, qrammatik norma pozulub, doğrudur. Sonra deyir, o kişinin uzatdığı qutunu aldı. Leksik və qrammatik norma xeyir. İndi duman tamam çəkilib getmişdi. Fonetik norma pozulubdur. Baxaq görək. Burada indi duman tamam çəkilib getmişdi. Səhv yazılmış söz yoxdur. Nə o dinmirdi, nə bu danışmırdı. Demişik nə, nə də. Nə də plus təsdiq feil olmalıdır. Təsdiq. Danışmır, dinmir, yox. Danışır, dinir. Nə o dinir, nə bu danışır. Qrammatik norma pozulub, bəli pozulub. C bəndi. Keçək 103-cü testə baxaq. Doğru fikirləri göstərsiniz. Onun qəlbində insanlara qarşı nəhəng mərhəmət hissi var idi. Özü nəhəng mərhəmət hissi olmur, böyük mərhəmət hissi olur. Elə mən burada 2 dənə normanı gördüm. Leksiklə fonetik normamız görürük ki, pozulubdur. Gəlin görək nə deyir burada. Evin axırıncı son beşiyi, son beşiyi onsuz da axırıncı uşaqdır. Bu orada axırıncı artıqdır, leksik. Bir neçə gündən sonra cəbhəyə yollandı. Gəlin görək nə istəyir buradan. Doğru fikirləri istəyir bizdən. Deyir, həm birinci, həm ikinci cümlədə leksik norma pozulub. Bəli, biz gördük. Burada da var, burada da var. Sonra deyir ki, birinci cümlədə leksik norma pozulsa da, ikinci cümlədə qrammatik norma pozulmuşdur. Yox, ikincidə də leksik pozulub. 2 olan cavabları çıxarır. Hər iki cümlədə fonetik normanın pozulması faktı var. Hər ikincisində deyir, fonetik norma pozulub. Baxaq görək. Birincə tapdıq. Birinci nəhəng sözünü tapdıq. Gəlin görək, evin axırıncı yox, axır. Xıdan sonra bir başarı gəlib. Sözdə səhv yazılıb, bəli, fonetik normada pozulub. 1 və 3 B bəndi. Yalnız ikinci cümlədə həm fonetik, həm leksik norma xeyir. Biz gördük ki, birincidə də fonetik leksik var idi. 104-cü sual. Qrammatik norma harda pozulmayıb? Çoxu olanda xəbər təkdə olmalı idi, pozulub. Bacım və mən varsa, baxdıq, birinci şəxsin cəmi olmalı idi, pozulub. Kitab və dəftərlər stolun üstündədirlər. Dəftərlər cansızdırsa, təkdə olmalı idi, pozulub. Anamla mən getdik. Görürsünüzmü? 104-cü testdə deyir ki, bizə mən atamla bazara getdik. Xeyr, burada atamla tamamlıqdır. 2 adam getmirəm, mən gedirəm. Atamla sadəcə tamamlıqdır orada. Getdim olmalı idi. Meşələrdə müxtəlif heyvan və quşlar yaşayır. Bəli, heyvan, quş olanda təkdə də ola bilər, cəmdə də. Norma hər ikisini qəbul edir. 105. Fonetik, leksik, qrammatik hər üçü birdən pozulmalıdır. Əyrilidə fonetikli tarixçələr bizə çərçələri xatırladır. Nigarın yeni rahatlayandan sonra qələmə aldı əlinə. Qrammatik də var, leksik tapa bilmirəm. Rüşdiyyə məktəbinin qırıntıları qalıb. Dağın o bir üzündə izləri qalıb, dağıntıları qalıb. Qırıntı deyəndə boşqab deyir ki, qırıntısı qalsın. Leksik var, o möbürləri tapmırıq. Boşqablar qopdu. Boşqablar sındı. Qopdu yox, sındı. Stəkan fonetik. Leksiki gördük, fonetiki gördük. Yerə töküldü. Bu qonaqlar qaldılar mat. Qonaqlar mat qaldı əvəzinə qaldılar mat. Söz sırasında pozulub qrammatik. Hər üçü birdən D bəndi. 106 və bunun üçünün də birdən pozulduğu nümunəni axtar. Əzəmətlə qoyub saxlamışdı. Çaydan boşaltdıq suyu dupduru su ilə doldurduq. Çinarlar qurudular. Yox, cansızdı, təkdə olmalıdır. Bu qrammatik. Yarpaqlar qıdır. Qı yazılmalıdır. Fonetik. Yerə səpələndi. Çinarlar qurudular deyir. Yarpaqları da yerə səpələndi. Yerə töküldü. Səpələndi yox. Deməli, C bəndi. Hansı cümlədə leksik norma pozulmayıbdır? Gəlin baxaq. Yağan qar damcıları, qar damcısı olmur, yağış damcısı olur. Getdi. Zəminə xala nəvəcən yorğan salır, tikmir salır. Kabab doğranmış ətlər yox, artıq bu doğranza tikədir. Bu da getdi. Günay onun dediklərini heç bilməm. Frazoloji birləşmə normanı pozmur.
Burada pozulmayıb. Günay saçlarının sırğalarını qulağına asdı yox, taxtı olmalıdır. Deməli, 108-ci test. Leksik norma harda pozulmayıbdır? Leksik norma deyir pozulmayıb. Gəlin görək harda pozulmayıb. Döyüşdə anında olduğu torpağa kənddə leksik norma harda pozulmamışdır? Döyüşdə həlak olmuş əskəri anadan olduğu kənddə torpağa verirdilər, yox torpağa bastırdılar. Burada pozulmuşdur. Ağrıyan dişi qoparmırlar, çəkirlər. Burada pozulmuşdur. Qapını saatlarla çalsa da, qapının zəngini çağırırlar, qapını döyürlər. Deməli, burada pozulmuşdur. Arifin bir qrupu frazoloji birləşmə yenə normanı pozmur. Qəssab əti xırda-xırda parçalamır, doğrayır. Sonra fonetik leksik normanın və üçünün də ortaq cəhəti nədir? Üçünün də ortaq cəhəti nədir? Nitq mədəniyyətinin ən mühüm şərti bu bəli, nitq mədəniyyəti bizdən nəyi tələb edir? Fonetik, leksik, qrammatik normalara bələd olub, ona riayət etməyimizi tələb edir. Bizdən nitq mədəniyyəti deməli E bəndidir. 110 yenə ortaq cəhəti tapmalıyıq. Gəlin baxaq görək nədir? Mübtəda xəbər arasında bu təkcə qrammatikaya aiddir. Bütün funksional üslublar normalara tabi olur. Bu doğrudur. Sözlər əlaqə bu qrammatika aiddir. Ədəbi dil normalar əsasında fəaliyyət göstərir. Bu da doğrudur. Sözün mənasını düzgün işlətməyə bu leksik normanı tələb edir. Deməli 2-4C bəndi. Burada leksikə aid olmayan, fonetiklə qrammatika aid olanı seçməliyəm. Gəlin baxaq. Deməli, yadımızda saxlayaq. Belə bir qaydamız var. Bələd olmaq leksik normadır. Emosional çalar, yenə fonetiklə qrammatika bunun dəxlisi yoxdur. Nitq emosional çalar mimika jestlər verir bunu. Fəaliyyət göstərən dil forması ədəbi dil adlanır, getdi bu. Yadımızda saxlayaq ki, orfoqrafik və orfoep normalar fonetik qrammatik norma əsasında fəaliyyət göstərir. Deməli, 111-də E. 112. Ədəbi dilin norması pozulmayıb. Harda pozulmayıb? Gəlin baxaq. Görən kimi onu uşaqlar ağlamağa başladılar. Onu görən kimi uşaqlar ağlamağa başlayır. Söz sırası pozulub, deməli pozulub. Onun dedikləri yenə frazoloji birləşmə normanı pozmur. Hündür təbəqəyə məxsus insan kimi danışırdı. Hündür təbəqə yox, ali təbəqə, yüksək təbəqə, yüksək təbəqəyə. Vətən yolunda canlarına keçmişlərdi, yox, keçmişdilər, qrammatik. Burada leksik idi. Burada qrammatik idi, söz sırası pozulmuşdu. Bugünkü yox, burada fonetik idi, deməli B bəndi. 7 gözəl poemasının adı dırnaqsız yazılarsa, gözəllilər olarsa nə olur? Dırnaq olur, fonetik. Larlərlə bağlı məsələ olur, qrammatik. Onda bizə nə deyir? Bizə deyir, burada nə var? Fonetik, qrammatik, B bəndi. Orfoqrafik, yazı. Yazı qaydalarından nələr tənzimlənir, deyir. Sözün vurğusu orfoepikdir, tələffüzdür. Defis 2. Söz sırası qrammatikdir. Aydın anlaşıqlı olmaq leksikdir. Sətirdə seçə getmək fonetikdir, yəni özdə orfoqrafik növü yazı, yazı. Deməli 2 və 5 D bəndi. Sonra 115. Ədəbi dilin norması pozulub, harda pozulub? Gəlin baxaq. Ulduzlar havanın bağrını dəlir. Məcazi mənalı sözlər normanı pozmur. Dünyada necə əl çəkim? Ayağa dur ki, anacgah səni var sanır, gəh yox sanır. Gahdan gah duman eylər, gah peşiman eylər. Peşiman yazılmır, peşman yazılır. Fonetik norma pozulub, E bəndi. Sonra 116-cı testimizə baxaq. Deyir, uyğun fikirlər, qrammatik norma, fonetik norma. Payız gələndə ağacların yarpaqları tökülürlər, cansızsalar olmamalıdır. Deməli 1. Burada oldu 1. Müəllimləri çox əsəbləşdirdi bu hadisə. Söz sırası yenə pozulub, əsəbləşdirdi hadisə. 2. Bu sözdən sonra oğlan yerindən tərpənmədi. Buna dəymirik. Burada qrammatik norma görmürük. Müəllim, fonetik norma pozulub. Müəllim əvəzinə müəllim. Onun səsindəki qətiyyət 2-yi var. Yenə fonetik norma pozulub. 12-45 C bəndi. Sonra 117. Tələbəlik illəri onun yaddaşında iri izlər yox, dərin izlər buraxır. Deməli, leksik norma. Zil qara, zil ayrı yazılır. Fonetik norma. Gözlərindəki kədər yaşadığı ağır günlərdən xəbər verirdi. Bizə nə istəyir? Doğrudan doğru, yanlışdan yanlışı istəyir. Gəlin baxaq. Birinci cümlədə leksik norma pozulub. Bəli, pozulub. Bir doğrudur. İkinci cümlədə həm fonetik, həm leksik norma pozulmuşdur. Leksik normanı tapmırıq. Sonra birinci cümlədə qrammatik normanın pozulması da müşahidə edilir. Qoy görək. Tələbəlik illəri onun yaddaşında iri izlər buraxmışdı.
Bu xeyr, pozulmuyor baxın burada. Bu yanlışdır. İkinci cümlədə fonetik norma pozulmuşdur. Bəli, pozulmuşdur. Bu doğrudur. Deməli, doğrudan doğruna, yanlışdan yanlışa. Bu doğrudur, bu yanlışdır. Hə, bu doğruydu. Bu ya yanlış idi. 1, 3, B bəndi. 117, B bəndi. 118. Güllərin ləçəkləri yox, ləçəkləri fonetik normadır. Yavaş-yavaş tərpənirdilər yox, ləçəkləri təkdə olmalıydı. Bu da qrammatik normadır. Deməli, öz yardımsevi ətrafdakı insanların ürəklərini işğal etmişdi, yox, fəth etmişdi. Burada leksik norma pozulmuşdur. Deməli, bizə lazımdır. Aha. Birinci ilə bağlı doğru, ikinci ilə bağlı ədəb dilin hər üç norması pozulub. Güllərin ləçəkləri əsdikcə yavaş-yavaş tərpənir. Qrammatik var. Güllərin ləçəkləri külək əsdikcə yavaş-yavaş tərpənirdilər. Bizə nə lazımdır? Buradan doğrunu götürməliyik. Birinci cümlə ilə bağlı doğru, ikinci ilə bağlı yanlışı seçməliyik. Onda gəlin baxaq. Burada hər üç görmədim. Fonetiklə qrammatik gördüm. Deməli, bir olan cavabları çıxardım. Fonetik və bayaq dediyimiz bu iki var idi. Orfoqrafiyası ilə bağlı norma pozuntusu var. Sözün orfoqrafiyası ilə bağlı deyir. Norma pozuntusu var. Gəlin baxaq görək. Yardımsevərliyi ilə ətrafındakı insanların ürəklərini işğal etmişdi. Xeyr, yoxdur. Bu yanlış fikirdir. Leksik norma pozulmuşdur. Leksik norma işğal etmişdi, fəth etmişdi. Bu doğru fikirdir. Deməli, buradan d-ni, buradan y-ni seçirəmsə əgər, buradan d-ni, buradan y-ni, 1-dən 2 ilə 3-ü seçirəm, o da olur C bəndi. Aha.